Bütün verilişlərin yeni il qabağı buraxılışları var və biz də fikirləşdik ki, avtomuzun da yeni il qabağı çəkilişi olmalıdır. Buraxılışı hansısa bir xüsusi bir bayram buraxılışı olmalıdır. Amma bizdə əlbəttə ki, bizim verilişlərdə nə mahnılar oxuyur, nə müğənnilər olur və s. Yemək də pişirilmir. Bizdə isə maşınlar olur. Əsas məsələ avtomobillərin testləri. Sadəcə yeni il qabağı bu dəfəki məsələn avtomuzda o testdə olan avtomobil elə bir avtomobil olmalıdır ki, bizim yeni il qabağı əsas qəhrəmanlarımızdan biri olan məsələn Santa Clausa bir yaraşan bir maşın olsun. Seçdik ki, hansı bir maşın ola bilər bu? Hansı avtomobili seçmək olar? Bir neçə parametrlərə görə bəs bu avtomobili seçdik. Lincoln Navigator. Lincoln Navigator əslində Ford Motor Company-nin, yəni Fordun istehsalı olan avtomobildir. Əslində Ford özü də həm köhnə Amerika istehsalçılarındandır, əsl Amerika maşınıdır. Yəni hesab edirəm ki, bu bizə təqdim olunan bu filmlərdə falanda Santa Clausun maşını ola bilər, belə baxanda. Amma sadəcə olaraq Fordun premium brendi, necə ki Toyota'da Lexus, Nissan'da Infiniti, Ford'da premium brend Lincoln'dur. Bu prezidentlərin maşınıdır, bu ən böyük biznesmenlər avtomobilləridir. Ümumiyyətlə, yəni hətta limuzinlər də çoxsu, limuzinlərin çoxsu, Amerika limuzinlərinin çoxsu məhz Lincoln markasından olur. Bu mənada həm də maşının adı da çox gözəldir. Lincoln, Amerika prezidentlərinin birinin, ən məşhurların birinin adı daşıyır. O mənada əlbəttə ki, Santa Claus Amerikanın siyasi kursunu dəstəkləyən bir vətənpərvər Santa Claus olduğu üçün məhz bu maşını sürməlidir. Əslində bu maşın Ford Expedition maşınının, yəni demək olar ki, əkiz qardaşıdır. Çünki eyni platformada, eyni bazada, eyni geniş hissədə yerləşiblər. Amma fərq ondadır ki, bu maşının əlbəttə ki, təchizatı daha brend, daha premium olduğu üçün daha zəngindir. Lincoln Navigator avtomobili dediyim kimi komfortlu yolsuzluq avtomobili, təxminən belə adlandırma olar. Əsl Amerika maşını olduğu üçün burada bütün elementlər iridir. Faralar, bax bu sırf Lincoln'u tanıdan və ümumiyyətlə bir çox Amerika avtomobilləri, Cadillac'da da bu məsələ var. Yəni radiator üzlüyü, bu necə deyirlər, toru çox iri, elementləri də iridir, özü də çox böyük və əzəmətlidir. Ona görə də bu avtomobil özü də el arasında müxtəlif adlarla adlanır. Yəni bu sırf maşın kimi yox, kimsə onu tank adlandırır, kimsə gəmi. Məsələn bu ağ rəngdə Lincoln Navigator həqiqətən də gəmiyə oxşayır. Yəni mini, sanki bunu indi suya buraxsan, yəni üzüb gedəcək uzaq ölkələrə. Ona görə də yolda o həqiqətən də özünü gəmi kimi, yəni təəssürat bağışlayır. Yer gəlmişkən sürəndə də bunu sırf gəmi təəssüratları adama harlasa yəni gəlir. İndi biz bunu yoxlayacağıq, maşını sürək, görək salonda nə var, nə yox və maşından yaxından tanış olaq. İstənilən qapını açan kimi dərhal bu ayaq altıq çıxır avtomatik olaraq və özü də bağlayanda içəri girir. Maşına girmək ən azı asan olsun, çünki maşın çox hündürdür. Lincoln Navigator'da əlbəttə ki, sürücünün oturacağında heç bir mexanika yoxdur, mexaniki tənzimləmə adına belə bir şey yoxdur. Yəni, hər şey elektrikləşdirilib, burada da var, qabağa, deməli, belin vəziyyətini, həmçinin belin ortasında olan hissəni də siz bu düymə ilə tənzimləyə bilərsiniz. Məsələn, bunları qoydunuz, necə sizə rahatdır, tam tənzimlədiniz və daha sonra bu memori paketlə 2 nəfərə yata saxlamaq olar. Məsələn, biri özünüzün tənzimləmələri, bir də ki, sürücünüzün. Lincoln Navigator'a əyləşdik. Artıq mən sürücü olaraq özümə görə oturacağımı tənzimlədim. Mənə tam rahatdır və əlbəttə ki, təntərrah. Maşında təntərrah var. Ümumiyyətlə, bu bayaq dediyim kimi bu avtomobil Ford Expedition'dan elə onunla fərqlənir ki, burada zənginlik, təntərrah böyükdür. Məsələn, Ford Expedition'dan fərqli olaraq bu maşınların parça salonlu versiyası olmur. Bu maşınların hansısa mexaniki tənzimləmələrlə, mexaniki şüşə qaldıranlarla versiyası olmur, lüksüz versiyası olmur bu maşınların. Yəni, bu maşın premium sinifinə aiddir. Artıq bu maşını alanlar bilirlər ki, onlar nəinki böyük avtomobildə gəzirlər, həmçinin belə deyək də, ən yüksək səviyyədə təchiz olunmuş bir maşında gəzəcəklər.
Bizdəki olan avtomobil, yəni Lincoln Navigator'ın bizdə olan versiyası ən güclü mühərriklərdən biri ilə təchiz olunub. 5,4 litr həcmli, deməli, benzin mühərrikidir və mühərriyin çəkmə qabiliyyəti çox yüksəkdir. Amerikalılar xoşlayır belə mühərriklər. Amerikalılar ümumiyyətlə avtomobillərində xoşlayır ki, mühərriklər böyük olsun, avtomobil özü kənardan böyük görsənsin və içərdən də çox böyük olsun. Bu mənada Lincoln Navigator hesab edirəm ki, bütün bu parametrlərə uyğundur. Amerikalıların sevilən markalarından biri olan. Yəni bu avtomobil, mən deyərdim, ideal olaraq məhz Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobildə ergonomikaya gələndə, dərincə rahatdır hər şey. Məsələn, çox xoşuma gələn bir element oldu ki, bu avtomobilin yan güzgüləri bəlkə də sürdüyüm bütün minik avtomobillər arasında ən böyük güzgülər məhz bu maşındaydı. Yəni, bu tip güzgülər adətən yük maşınlarında və ya avtobuslarda olur. Amma bu maşında həqiqətən də böyükdür və siz istənilən, yanından baş verən bütün hadisəni izləyə bilərsiniz. Bundan başqa, bu avtomobildə avtomatik sürət qutusu quraşdırılıb. Onun aşağı rejimləri də var, yəni əlbəttə ki, birinci və ikinci sürətlə getmək üçün rejimlər var. Onlardan da istifadə edə bilərsiniz. Amma bu əsas deyil. Əsas burada, bax, budur. Bayaq dediyim kimi, bu da deməli diferensialı qoşmaq üçün, yəni adətən bu avtomobil qabaq ötürücülüdür və yalnız deməli 4 rejiminə keçirəndən sonra siz artıq istənilən dərədən çıxa bilərsiniz. Bu maşınların zənginliyi haqqında danışanda demək lazımdır ki, burada zənginlik Amerika sayağıdır. Yəni, Amerika sayağılıq, belə deyək, Amerika tərzi burada istənilən elementdə, xırda bir elementdə görünür. Xırda demişkən, burada xırda heç nə yoxdur. Yəni, ən balaca, adətən maşınlarda balaca düymələr olan, buradakı düymələr iri, özü 4 bucaq formasında adətən və hər hansı bir iti formalı, belə kobul şəkildə, sanki belə böyük bıçaqla dizayner bunun formalarını düzəldirdi. Belə bir təəssürat yaranır. Məsələn ki, xırda, məsələn, Avropa avtomobillərində, ümumiyyətlə, adi sedanlarda bord kompüterin tənzimləməsi, rejimlərin dəyişməsi aslında çox balaca xırda düymələr olur. Bax, burada bu boyda, bu hərflərdə bu düymələri görürsünüz ki, nə boydadır, hansı deməli ölçüdədir. Bu maşın tam ötürücülüdür. Aydın məsələdə bunun bir neçə rejimi var. Əlbəttə ki, sadəcə məsələn bu maşını indi biz sürürük adi qabaq ötürücülü deməli rejimdə, bax bu tənzimləyici. Amma istəsək biz onu tam ötürücüyə də çevirə bilərik. Həmçinin tam ötürücünün aşağı sürətlə, yəni aşağı sürət qutusunun aşağı rejimində qoşa bilərik. Daim aşağı, məsələn, ikinci sürətdə getsin tam ötürücü ilə. Yəni, bu ciddi yolsuzluq şəraiti üçün, bax, burada belə bir rejimlər var. Bundan başqa, paneldə əvvəlcə audio sistemin olmaması nəzərə çarpır. Sanki belədir, sanki. Amma bu yalnız ilk təəssüratdır. Burada böyük, iri navigator yazısı var. Yəni, sanki avtobusun adıdır, belə bir. Sadəcə bu düyməni, bu qapaqdır. Qapağı açırıq və voila, qarşımızda audio sistem. Özü də təsəvvürün ki, 10-12 il buna əvvəl istehsal olunmuş maşında touch screen var. Bu çox nadir hallarda olub. Burada audio sistem var, bir neçə diski taxma var, burada naviqasiya sistemi var, burada səsin çox yüksək səviyyədə tənzimləməsi var. Audio sistem bir neçə yüksək keyfiyyətli audio dinamikdən ibarətdir və arxada, baqaj hissədə və oturacaqların 3-cü sırası yerində basavik var, yəni subwoofer də var. Odur ki, səs keyfiyyəti hesab edirəm ki, sizi qane edəcək bu avtomobildə. Burada mebel sayağı elementlər var burada. Bu elementlər var qapılarda, paneldə və materiallar əlbəttə ki, yumuşaq plastikdir burada. Dəri deyil, çox maraqlıdır ki, dəri ilə tikilməyib üstü. Halbuki bir çox premium modellərdə məhz dəri ilə işlənilir, panel belə. Amma dəri başqa yerlərin hamısında var, yəni parça bu salonda demək olar ki, yoxdur. Lakin dəridir, necə dəridir? Burada
perforasiya olunmuş dəridir. Yəni xırda-xırda ventilyasiya üçün dəliklərlə və deməli oturacaqların, hər halda qabaq oturacaqların 100% qabaq oturacaqların həm qızdırıcısı var, həm də kondisioner sistemi də oturacaqlara belə işləyir. Yəni ventilyasiya var və burada düymə var. Məsələn, oturacaqların kondisioneri və ya oturacaqların qızdırıcısı və onun səviyyəsi. Yəni istədiyiniz versiyanı seçə bilərsiniz. Bax, orada qış, yay, necə istəyirsiniz. Həmçinin, bax bu isə deməli dirsək altı çox böyükdür. Olduqca böyük dirsək altıdır. İçinə nəinki telefon, hətta nəinki mobil telefon, hətta ev telefonunu da qoya bilərsiniz. Gəlin, lazım olsa birdən sizin özünüzdən aparmaq istəyirsinizsə. Belə, bundan başqa lukun idarə olması, həmçinin deməli, hətta arxada yerləşən hava, belə deyək də, havanın sirkulyasiyası üçün lazım olan yan şüşələr var, hansılar ki açılmır adətən avtomobillərdə, universallarda ən arxada yanda şüşələr var. Burada onlar belə açılır, bax bu düymə ilə basırsınız və artıq arxada oturanlar üçün və ya ümumiyyətlə salonu sadəcə havası sirkulyasiya olsun deyə o şüşələri də açmaq olur. Bu avtomobili sürən ailə başçısıdır və onun uşaqları var, böyük ailəsi var və arxada məsələn nəinki 2, hətta 3-cü oturacaqların 3-cü sırasını da açsaz, bu halda sizin deməli orada 3 uşağınız da orada yerləşə bilər. Belə, qabağına bu qədər. Gəlin baxaq indi arxadakılar özünü necə hiss edirlər və ən əsas premium avtomobildə əsas arxadakıların komfortudur, qabaqdakıların yox. Gəlin baxaq ora üçün hansı sürprizlər hazırlayıb Lincoln. Arxada oturan özünü bu maşında əsl bu maşının yiyəsi, sahibi kimi hiss edirmi? Bilmirəm, hər halda burada, bu oturacaqda o qədər də yox. Hər halda uzun yolu bu maşında getmək bu yerdə o qədər də rahat deyil. Əlbəttə ki, premium sinifi, bu sinifdə olan maşın üçün mən deyərdim ki, qabaqda daha rahat idi. Amma burada əvəzində bir çox opsiyalar var. Yəni rahatlıq üçün, məsələn, burada ortadakı tonel və çox böyük bir yer var burada. İçəri nə istəyirsiniz qoya bilərsiniz, hətta balaca bir çanta da qoya bilərsiniz, hətta. Stakanlar üçün yer, hətta burada da var. Belə bir açıb, siz bura qoya bilərsiniz. Belə. Bundan başqa siz buranı ayrıca soyuda bilərsiniz, bu hissəni, arxanı. Düzdür, tam klimat kontrol deyil, yəni arxadakı oturacaqların klimat kontrolü yoxdur. Sadəcə olaraq peçin və qızdırıcının buradakı, yəni daha soyuq, yəni mexaniki tənzimləmədir bir sözlə. Arxada tənzimləmə mexanikidir. Burada audio, video sistemi var. Siz burada monitoru açıb və öz diskinizi salıb, burada DVD-yə də baxa bilərsiniz. Yəni DVD oxuyucudur və ya ona əlavə hansı bir monitor qoşa bilərsiniz və ya əlavə hansı bir deməli disk oxudan buna qoşub və bunun monitoruna baxa bilərsiniz. Yəni, nəzərə alsaq ki, bu maşının yaşı bir artıq 10-dan çoxdur. Burada hansı bir rəqəmsal daşıyıcılar yoxdur. Yəni, USB, microSD kart hələ burada yox idi. O vaxtı mümkün deyildi bu. Əvəzində arxada oturanlar ümumi audio sistemə də nəzarət edə bilərlər. Ümumi audio sistemin səsini azalda bilərsiniz, çoxalda bilərsiniz, çevirə bilərsiniz, FM diapazonunu, diska qoya bilərsiniz özünüz buradan və ya əgər musiqi xoşunuza gəlmirsə, siz qabaqda gələn səsi saxlaya bilərsiniz, amma bu arxa qapılarda olan dinamiklərin səsini söndürürsünüz və özünüz üçün öz söhbətini edirsiniz və ya əksinə orada səsi söndürüb və ümumi audio sistemin səsini bax burada bura taxılan deməli qulaqcıqlara keçirə bilərsiniz və ya sadəcə qulaqcıqları, elə qulaqcıqlar demişkən qulaqcıqları taxıb və burada gedən filmi rahat izləyə bilərsiniz. Sanki təyyarədə gedirsiniz, özünüz üçün qəşəng kinoya baxırsınız və uzun yolu daha da qısalda bilərsiniz. Lincoln Navigator yolsuzluq avtomobili deyil. Baxmayaraq ki, deməli, çox bir iri təkərlər
çox hündür clearance, ümumiyyətlə böyükdür, Jeep-ə oxşayır, yəni yolsuzluq avtomobilinə bənzəyir. Amma bu biraz başqa kateqoriyalı avtomobildir. Çünki bu dediyim kimi, yəni hətta biznes klassdan da yuxarı, yəni lüks sinifinə, premium sinifinə aid olan avtomobildir. Ona görə bu hər bir yola uyğun avtomobildir. Yəni həm yolsuzluğa da çıxa bilər o, çünki onun tam ötürücüsü var, aydın məsələdə dediyim kimi başqa parametrlərə uyğundur. Həm də onun mükəmməl komfortu və genişliyi var. Yəni burada əsas məqsəd avtomobili nəinki istənilən yolda sürmək, həm də bununla belə yəni, eyni zamanda orada gedən, daşınan sürücü və ya arxada oturanların komfortunu tam təmin etməkdir. Bu, deməli, şəraitlərə, bu parametrlərə nə dərəcədə uyğundur? Bu indi biz biləcəyik, bunu indi yoxlayacağıq, baxacağıq maşının içini tam, görək necə özünü aparır, maşında nə cür şərait yaradıb, yəni nə var burada axı Lincolnluq və böyük qiymətinə görə bu maşını alan nələri qazanır. Lincoln Navigator avtomobili çox böyükdür, onun bütün elementləri böyükdür və o cümlədən də bagajı da böyük olmalıdır hər halda bu cür avtomobilin. Görək nə dərəcədə böyükdür. Burada bagaj əlbəttə ki, premium modellərdə olduğu kimi düymə ilə açılıb bağlanır, əllə yox. Və baxırıq içəri, bagaj gördüyünüz kimi həqiqətən inanılmaz dərəcədə böyükdür. Amma bu heç, bu məsələyə toxunacaq. Burada oturacaqların 3-cü sırası da var və siz bu avtomobili rahat, deməli, 7 yerlik edə bilərsiniz. Özdə bir çox 7 yerlik avtomobillərdən fərqli olaraq burada 3-cü sıra da, hətta onu da əllə açılmır. Yəni o da siz heç bir əziyyət çəkməyəcəksiniz. Onun da öz düyməsi var burada ayrıca. Yəni 2 düymə var. Balaca oturacağı açmaq. Gördüyünüz kimi bax belə açırsınız. Tam rahat otura bilər. Və ya əlavə 2 yerdə lazımdırsa, onda bunu da çox rahat belə bir düymənin basılması ilə aça bilərsiniz. Bax, belə və salam, tam açıldı. Əlbəttə ki, bu halda artıq bagaj, yəni bu cür avtomobil üçün yox səviyyəsindədir. Amma eyni zamanda burada təkəri dəyişmək üçün, ehtiyat təkərini dəyişmək üçün lazımi instrument var. Çox böyük, əzəmətli bir damkrat var bu maşının, özünə uyğun əlbəttə ki. Və ehtiyat təkəri isə aşağıda yerləşir. Onu dəyişmək o qədər də asan deyil. Əlbəttə ki, bu cür 3-cü sıra ilə, yəni avtomobilin təkərini buraya yerləşdirmək yəqin ki, mümkünsüz idi. Ona görə də bunu belə etdilər. Hər halda bunu yenə də bağlayırıq, bagaj hissəsini böyüdürük və qeydim ki, 3-cü sıraya giriş əlbəttə ki, 2-ci sıradandır. İndi isə biz 2-ci sıraya əyləşəcəyik və görəcəyik ki, bu avtomobilin arxa, yəni sürücünün arxasında oturanlar özünü necə hiss edir. Hələlik isə onu sadəcə bağlayırıq. Qeyd etmək istəyirəm ki, burada ayrıca bu şüşə də açılır. Onu açıb bura nəsə bagaja qoya bilərsiniz. Belə. Bugün haftamızda testimizdə olan avtomobil Lincoln Navigator ikili təəssürat bağışlayır. Bir tərəfdən əlbəttə ki, bu premium sinifinə aid olan yolsuzluq avtomobilidir. Digər tərəfdən o həm də şəhərdə sürmək üçün nəzərə tutulur. Əlbəttə ki, bunların heç biri mənə yer ki, sırf yolsuzluq avtomobili kimi və ya sırf şəhər avtomobili kimi də deyil. Niyə görə? Çünki yolsuzluq avtomobili kimi bu maşını həqiqətən də daha daşa qaldırmaq biraz təhlükəlidir. Çünki o qədər yüksək səviyyədə və o qədər yolsuzluq avtomobili kimi görsən də, bahalı avtomobili kimi görsənir. Onun qisməti də yetərincə bahalıdır. Olur ki, hər hansı bir nasazlıq olanda və ya hansı bir dərəyə salsın onu, daşa salsın, yəni maşına nəsə olsa, onun bərpası, onun texniki xidməti sizin üçün o qədər də ucuz başa gəlmir. Bu, yolsuzluq məsələsi. Digər tərəfdən isə şəhərdə onunla gəzmək əlbəttə ki, yəni içəridə əyləşmək çox rahatdır, o çox güclüdür. Yəni siz yer gələn
da belə həddən artıq böyük olması və böyük yanacaq sərfiyyatı o qədər sərfəli deyil. Hər halda əgər bu xüsusiyyətləri, yolsuzluq və super komfort və eyni zamanda böyük olması sizin üçün vacibdirsə, mənə ki, yalnız bu halda bu avtomobil sizin işinizə yaraya bilər. Hər halda seçim sizdəndir. Məndən özünüzə yaxşı baxın və avtobusda növbəti test drive'ları gözləyin.